Əsl Çempionlar Liqası dadında keçən Bavariya Real Madrid oyununda Almanlar yarımfinala yüksəldi. Dünənki oyunu Kamavinga və yaxud hakim üzərindən oxumaq qətiyyən düzgün olmazdı. Ümumi götürdükdə Almanlar qələbəyə daha yaxın tərəf idi. Oyunun sadəcə ikinci hissəsində təxminən 15 dəqiqəlik bir periodda Real Madrid turu keçə biləcəyini bizlərə müəyyən qədər hiss elətdirə bildi. Oyunun geri qalan bütün bölümlərində, hətta ilk oyunda nəzərə alsa, təxminən 160-170 dəqiqə oyun məncə Bavariyanın diktəsi altında keçdi. Əslində dünən Allianz Arenada oyun biraz fərqli ssenari ilə başladı. Kapitan Neuer və Arda ikilisi olmasaydı, bəlkə də Real Madrid bu oyuna heç ortaq ola bilməyəcəkdi. Hər nə qədər bu oyunu Kamavinga üzərindən oxumaq düzgün deyil desəm də, oyuna sonradan daxil olmuş Kamavinga'nın elədiyi kobud, qeyri-professional səhv həqiqətən də Real Madridi pis vəziyyətdə qoydu. Bilmək olmaz, qırmızı vərəqi olmasaydı, Real Madrid bəlkə də oyunu penaltilərə qədər daşıya biləcəkdi. Çünki hər nə olsa da Real Madridin tarixində, genində və ruhunda Çempionlar Liqasının izləri var.